Dubay Dünya Ticarət Mərkəzində keçirilən 32-ci beynəlxalq turizm sərgisinə 166 ölkədən 2800-dən çox iştirakçı qatılıb. ATM-in uzunmüddətli uğuru Dubayın qlobal turizm sənayesinin böyüməsini və irəliləyişini təmin edən strateji tərəfdaşlıqların təşviqində əsas rolunu vurğulayır. ATM 2025 qlobal səyahət təkmilləşdirilmiş əlaqə vasitəsilə sabahın turizmini inkişaf etdirək mövzusu altında təşkil olunub. Aprelin 28-dən mayın 1-də keçirilən bu ilk tədbirdə qlobal bazarlarda iştirakda əhəmiyyətli artım müşahidə olunur. Birləşmiş Ərəb Əmirliyin Dubay şəhərində Arabian Travel Market adı altında beynəlxalq turizm sərgisi öz işinə start vermişdir. Bu il 32-ci dəfə keçirilən Dubay beynəlxalq turizm sərgisində 166 ölkədən 2800-dən çox iştirakçı təmsil olunur. Sərgidə Azərbaycanı Turizm Bürosu ilə yanaşı Azərbaycan Hava Yolları, Şaxta Şəhər Turizm Kompleksi, həmçinin 40-dan çox otel və turizm şirkəti Azərbaycanı təmsil edir. Azərbaycan pavilyonu ilə yanaşı Zaxır Travel turizm şirkəti də öz stendi ilə sərgidə çıxış edir. Sərgi ziyarətçiləri Azərbaycan turizm potensialı ilə tanış olur, mövcud tur paketləri maraqlanır, gələcək əməkdaşlıq barədə müzakirələr aparılır. ATM Travel Tech bu il sektorun texnologiya və innovasiya ilə artan inteqrasiyasını əks etdirən 26%-dən çox genişləndi.